Atacan, Hocam. əməliyyat olunmalısın. Doktor. Bax, Ata, bax məni düzgün başa düş. Bax, sizi kimi insanlar gəlir, çox olur da məndə ki, mənə nə deyirsən de, əməliyyat demə. Mən sənə müalicə yazmayacağım, Atacan. İncimə məndən. Niyə? Bax, sənin böyük zobun var. Qanında da o nəticənin biri şübhəli çıxır. Bu zob sənə problem yaşadacaq. Və elə moment gələ biləcək ki, gəlib mənə deyəcəksən ki, bunu əməliyyat elə, deyəcəm eləyə bilmirəm, ata. Nə vaxt ki, gec deyil, yaşın da elə çox deyil, ata. Allah nə qədər ömrü verib yaşayacaqsan. Biri var, sağlam həyat sürəsən, biri də var, əziyyət çəkəsən. Başa düşdün, atacan? Bu sənə əziyyət vermə ehtimalı yüksək. Demirəm mütləq olacaq, amma ehtimalı yüksək. Bax, atam, kişilərdə vəzn orta olaraq 20-25 olmalıdır rəqəm. Mən sənə rəqəmlə deyirəm ki, səndə 216-dır. 20 hara, 200-dən yuxarı hara. Başa düşdün? Yəni, mən sənə vaxt da deyə bilmirəm. Bu sənə nə vaxt problem yaşadacaq? 1 aya, 5 aya, 10 ilə yaşatmayacaq. O sığortanı mən sənə verə bilmirəm. O məlumatı, o rəqəmi mən sənə deyə bilmirəm. Yəni, burada məsələ odur ki, nə qədər tez eləsən özü vaxt.